Deməli, time test toplusundan 21-ci test tapşırığına baxaq. Video bəyənilsə, bir neçə insan tərəfindən şərhlər yazılsa, yəni videolar davamlı olacaq. Burada deyir ki, yəni çox bir sayda şagirdin, müəllimin, abituriyentin qarışdırdığı bax bu tipli məsələlər böyük ya kiçik ya, böyük B, böyük B, kiçik C, kiçik C, böyük D, kiçik D genotipli orqanizm üçün verilmiş fikirlərdən hansılar doğrudur? Genlər ilişikli deyil. İndi gəlin baxaq. Bax, bu orqanizm ümumiyyətlə baxın, A variantına yazıb iki növ fərqli qamet əmələ gətirir. Əvvəlcə qametlərinə baxaq. Deməli mən yazıram. Demək, böyük ya kiçiyə yazıram. Böyük ya kiçiyə, böyük B, böyük B, kiçik C, böyük D, kiçik D. Əvvəla düsturumuz var. Heterozigotların sayı qədər qamet 2 üstü n. Burada n heterozigotların sayını göstərir. Baxın, neçə heterozigot var? 1 heterozigot, 2 heterozigot. Yəni 2 üstü 2 bərabərdir 4. Deməli, bu genotipli orqanizm 4 tipdə qamet verəcək. Bəs, bunu bildik. Deməli, iki növ fərqli qamet əmələ gətirir. A variantı yanlışdır. İndi gəlin baxaq. İndi tutaq ki, biz bildik ki, yaxşı, bu genotipli orqanizm 4 tipli qamet əmələ gətirir. Amma bəs bizdən bəzən soruşsa ki, bəzən olur ki, məsələlərdə soruşur ki, bu qametləri biz almağı da bilməliyik. Yaxı, məsələn, burada o 4 tip qamet hansı qametlərdir? Onları da almağı bilmək lazımdır. Onun da yolu var. Bax, bir dəfə demək bunun 4 qametinin ikisi mən baxan kimi bilirəm ki, böyük A ilə başlayacaq, ikisi kiçik A ilə başlayacaq. Gəlin baxaq. Birinci tip qamet olacaq böyük A, böyük B, kiçik C, böyük D. Bu birinci qamet. Baxın, diqqətlə baxın. Buradan böyük yanı götürdüm. Bax, bu iki fərqdən birini götürdüm. Sonra bu iki fərqdən birini götürdüm. Bundan birin kiçik C və böyük D, kiçik D-dən də böyük D-ni götürdüm. Bu bir tipdə qametim. İndi ikinci. İkinci, bax, burada nəyi götürəcəm? İkinci tip qametim yenə böyük A. Buradan onsuz da ehtimal bir dənə böyük B götürməkdir. Buradan da kiçik C götürməkdir. Bu dəfə isə, bax, bu dördüncü versiyadan kiçik D-ni götürəcəm. O qametim yoxdur. Yazıram. Böyük A, böyük B, kiçik C, bir də kiçik D. Deməli, mənim iki qametim böyük A ilə başladı, iki qametim də kiçik A ilə başlayacaq. Gəlin yazaq. Eyni ilə həmin qaydada yazıram. Kiçik A, bax, bu iki tərəfdən, bax, bu iki versiyadan, yəni qamet almağın asan yoludur. İki versiyadan böyük A-nı götürdüm, düzdür? İndi kiçik A-nı götürməliyəm. Kiçik A, böyük B, bu dəfə. Onsuz buradan ehtimal ancaq kiçik C-dir. Buradan isə iki ehtimal var. Ya bir dəfə böyük D ilə götürəcəm, bir dəfə də kiçik D ilə. Olsun böyük D. Bu üçüncü qametim. İndi dördüncü qametim. Kiçik A. Yenə bax, bu iki versiyadan ehtimal böyük B-dir. Böyük B-dir. Buradan yenə ehtimal bir dənə kiçik C-dir. Kiçik C. Bir dənə də buradan ehtimal qaldı kiçik D. Bundan başqa versiya olmayacaq. Niyə görə bu qametləri almağı, yəni yaxşı bunu bildik, başa düşdüm ki, heterozigotların sayını bura yazırıq, qametin sayını bilirik. Amma bəzən soruşa bilər ki, tutaq ki, soruşar ki, məsələn, indi burada yoxdur da, bütün dominant genli, hamısı dominant genli olan qametlər ümumi qametlərin neçə faizini təşkil edir? Tutaq ki, bax, burada alınırsaydı, böyük A, böyük B, böyük C, böyük D qameti, məsələn, və bizdən soruşsaydı ki, tutaq ki, hamısı dominant olan qametlər ümumi qametlərin neçə faizini təşkil edir? Onda bax, 1, 2, 3, 4. 4 tipdə qametim əgər mənim 100%-dirsə, onda bir qametim də, məsələn, bundan da bir dənə yox, tutaq ki, 2 dənədir. 2 dənə də qametim olacaq X. Buradan da, bax, bunun faizini tapacağım. Və yaxud da ki, hamısı resessiv olan qametlər və yaxud da ki, bir əlamətə görə heterozigot olan qametlər ümumi qametlərin neçə faizini təşkil edir. Bax, onda bu düstur əl vermir axı. Mən onda yerə qametləri biləm. Bax, buradan da tapacağım ki, bax, bu qametin tutaq ki,
faizini tapacağam ki, ümumi qametin tutaq neçə faizini təşkil edir? 2-ni burada vuracağam 100-ə, böləcəm 4-ə. Bunlar ixtisar getdi. 50%-ni deməli böyük genli qametlər təşkil edir. Yəni dominant genli qametlər bütün qametlərin tutaq ki 50%-ni təşkil edir. Yəni burada tutaq ki dedim də, burada yoxdur dominant genli qametlər, elə də ola bilər. Və yaxud da ki 2 əlamətə görə heterozigot olan qametlər, 1 əlamətə görə heterozigot olan qametlər və s. Bundan soruşa bilər. Ona görə də bax bu mütləqdir. İndi bizdə bax bu məsələdə nə deyir? Məsələn, burada 2 növ fərqli qamet əmələ gətirir. Bu yanlış oldu. A getdi. Deyir D geni daşıyan qamet əmələ gətirmə ehtimalı 2-də 1-də. Aha. Bax bu böyük D geni daşıyan. Nə deyir? Böyük D geni daşıyan qamet əmələ gətirmə ehtimalı 2-də 1. Gəlin baxaq. Hə, bu böyük D geni daşıyan qamet əmələ gətirmək. Gəlin baxaq. Deməli, bax burada biz necə edirik? Böyük ya, kiçik ya. Deməli, böyük B, kiçik C, böyük D, kiçik D. Gəlin baxaq. Bax burada böyük A-nın ehtimalı, böyük A-nin ehtimalı. Bax burada nə olar? 2 versiyadan biri. 2-dən 1 böyük A. Bəs kiçik A-nın ehtimalı nə qədər olar? 2-də 1 kiçik A. Çünki 2 versiya var. Bu bax bu genot ya böyük A verəcək ya da kiçik A. Ehtimal budur. Yəni 2 versiyadan biridir. 2 versiyadan biridir. Baxın bu B. Burada bir ehtimal. B qametinin əmələ gəlməyi, böyük B qametinin əmələ gəlməyi 1B. Bax burada 1. Çünki bir ehtimal var. Bax bu özünü öldürsə də ancaq bir tip qamet verəcək. Bax bu da özünü öldürsə bir tip qamet verəcək. Başqa yoxdur. Amma bu, gəlin baxaq, bir böyük D verəcək, bir də kiçik D verəcək. Deməli, böyük D geninin əmələ gəlmə ehtimalı 2-də 1-dir. Kiçik D geninin də əmələ gəlmə ehtimalı 2-də 1-dir. Çünki bax burada 2 versiya var. Ya böyük D 2-də 1-in, kiçik D 2-də 1-in təşkil edir. Yəni bu ancaq ya böyük D verəcək ya da kiçik D. İndi digərinə baxaq. Bəli, D geni daşıyan qamet əmələ gətirmə ehtimalı 2-də 1-dir. Bunun qarşısına üstəgəl qoyuruq B variantını, keçirik C variantına. Aha. Deyir kiçik A, böyük B, kiçik C, kiçik D qametlərinin əmələ gəlmə ehtimalı 50%-dir. Gəlin baxaq, bizdən nəyi soruşur? Bax bizdən hansı soruşur? Deməli, birinci genotipi yazaq. Böyük A, kiçik A, böyük B, kiçik C. Deməli, kiçik C, böyük D, kiçik D. Buradan nəyin əmələ gəlmə ehtimalını soruşmuşdu? Kiçik A, böyük B, kiçik C, kiçik D. Bax, bunun əmələ gəlmə ehtimalını tapmalıyıq. Baxın, bax bu kiçik A-nın əmələ gəlmə ehtimalı 2-də 1-dir. 2-də 1 böyük A ehtimal var, 2-də 1 kiçik A. Bu getdi. Gəlin böyük B-yə baxaq. Böyük B-də elə bir ehtimal var. Bir dənə böyük B ehtimalı. Çünki bax bu dedim axı yalnız bir növ qamet verəcək, o da böyük B. Bunun da ehtimalı 1-dir. Bir dənə C qametdir, balaca. Bu isə 2 tipdə verəcək. Böyük D, kiçik D. Böyük D-nin də əmələ gəlməsi 2-də 1 versiyada. Kiçik D-nin də ehtimalı 2-dən 1-dir. Yenə də deyirəm, bu 2-dən 1 oldu ki, 2 dənə gen var. Böyük gen, kiçik gen. 2-dən 1-i ya böyük D olacaq, 2-dən 1-i ya da kiçik D olacaq. Bizdən soruşur. Kiçik A, böyük B, kiçik C, kiçik D bərabərdir. Gəlin baxaq. A-nı buradan götürüb yazıram. 2-də 1, kiçik A ehtimalları. Böyük B 1-dir. Yazıram 1, B. Kiçik C 1-dir. Yazıram 1, C. Kiçik D 2-də 1-dir. Yazıram 2-də 1, D. O da bərabərdir. Deməli, burada birlər heç, onsuz da 1 eləyəcək. 2-də 1-in 2-də 1-ə vuranda eləyir 4-də 1, kiçik A, böyük B, kiçik C, kiçik D ehtimalı. Gəlin burada baxaq. 50%-dir yazıbsa, 4-də 1, 2-də 1 olsaydı 50% olardı. Verilmiş fikirlərdən hansı deyir ki, hansılar doğrudur? Yox, bu 4-də 1, gəlin baxaq. Çünki bu 2-də 1 olsaydı 50% olardı da. 4-də 1 olanda ümumi qamet 100%-dirsə, bu 2-də 1 50% olacaq. Ona görə də bax bu yanlışdır.
Baxın, bu 4də 1 almadıq, bunu 100-ə vururuq, çünki faiz ilə soruşur, faizə çeviririk. 100 ilə də 4 ixtisar gedəndə qalır 25%. Bax, bu tipli qamət 25% təşkil eləyir, 50% təşkil eləmir. Ona görə C variantını da qarşısına çıx qoyduq. Deyir, eyni genotipli fərdlə çarpazlaşdıranda 4 genotipik qrup əmələ gətirir. Gəlin baxaq. Eyni deyir genotipli fərdlə çarpazlaşanda. Gəlin baxaq. Yəni elə bu özünlə çarpazlaşanda. Yaxşı, gəlin bunun özündən poliploid çarpazlaşmadır. İndi onu monohibriddə keçirdəcəyik. Böyük A, kiçik A, böyük B, kiçik C, böyük D, kiçik D-ni çarpazlaşdırırıq özündən. Böyük A, kiçik A, böyük B, kiçik C və böyük D, kiçik D. Gəlin baxaq. Bunu monohibriddə gətirəcəyik, çünki polihibrid çarpazlaşmadır. Bunu biz belə eləyə bilmərik. Monohibridə necə gətirəcəyik? Bax, böyük A, kiçik A-nı çarpazlaşdıracağıq böyük A, kiçik A-nı. Buradakından. Bax, bu böyük A, kiçik A-nı çarpazlaşdıracağım bundan. Böyük A, kiçik A. Qarışıq düşməməsi üçün belə bir xətt çəkirik. Böyük B-ni çarpazlaşdıracağım böyük B ilə. Böyük B. Sonra kiçik C-ni çarpazlaşdıracağım. Bax, buradakı kiçik C ilə böyük D, kiçik D-ni çarpazlaşdıracağım. Bax, bu buradakı böyük D, kiçik D ilə genotipik qrupların sayını almaq üçün. Gəlin baxaq. Deməli, bax, bu mənə neçə qamət verəcək? 2 tip qamət, düzdür? Bir dənə böyük. Daha doğrusu biz bu versiyanı artıq bilirik ki, bu çarpazlaşmada nə alınacaq? Bax, bir dənə böyük A alınacaq, 2 dənə böyük A, kiçik A alınacaq, bir dənə də kiçik A alınacaq. Bu çarpazlaşmanı bilirik. Bu bir dənə B qaməti verəcək, bu da bir B qaməti alınacaq, sadəcə bir dənə B qaməti, bir B qaməti, bu da bir dənə kiçik C, bu da bir dənə kiçik C verəndə bu ancaq bir dənə kiçik C qamətin verəcək. Amma burada vəziyyət başqadır. Bax, burada böyük D alınacaq, bir dənə, 2 dənə böyük D, kiçik D alınacaq, bir dənə də kiçik D alınacaq. İndi gəlin genotiplərə baxaq. Burada neçə genotip var? Bizdən genotipik qrup əmələ gətirir. Yaxşı, fenotipləri də deyək, genotipləri də kombinasiyalarda. Elə bunun üstünə deyək. Baxın, burada bir dənə tutaq ki, bizə desəydi ki, bax, bizə deməyib, bax, burada, məsələn, heç nə demir. Sadəcə deyir ki, genlər ilişikli deyil. Bəs bizə desəydi ki, məsələn, tutaq ki, bax, bu birinci gen üçün qeyri-tam dominantlıq var. Onda, bax, mən, məsələn, qeyri-tam dominantlıqda bu olurdu qırmızı, bu olurdu çəhrayı, bu olurdu ağ. Məsələn, burada elə bir şey də yoxdursa, ona görə, bax, mən bunu da böyük A-ları bir rəng götürəcəm, kiçik A-nı bir rəng götürəcəm. Yəni, bax, bunlar qırmızı, bu da ağ. Burada artıq çəhrayı irsiyyətin aralıq xarakteri yoxdur, çünki onu deməyib. Amma bəzən olur ki, belə testlərdə bir də görsən ki, deyir ki, birinci və sonuncu genlər üçün irsiyyətin aralıq xarakteri mövcuddur. Onda mən burada da qeyri-tam dominantlığı nəzərə alacağım, bir də burada alacağım. Ona görə, indi gəlin burada qruplara baxaq. Fenotip nədir? 2 dənə rəng var da, burada böyük A bir əlamətdir, kiçik A bir əlamətdir, 2 fenotip var. Genotip neçə dənədir? Bir bu genotip, böyük A, bir böyük A, kiçik A, bir də kiçik A genotipi. 3 dənə genotip var. Bəli, 3 genotipik qrup var. Bunu tapdıq. Burada 3 dənədir. Ümumi bizdə burada soruşur. Sonra bura baxaq. Bir fenotip, bir dənə də genotip var. Çox fikirləşmirik burada. Burada da bir fenotip, bir genotip var. Bax, burada dəyişir vəziyyət. Bax, burada artıq dediyimiz kimi bayaq 2 fenotip, 3 genotip. Amma irsiyyətin aralıq xarakteri desəydi, onda 3 fenotip, 3 genotip olacaqdı. Çünki, məsələn, bax, bu gecə çiçəyi bitkisində bu olacaqdı qırmızı, bu olacaqdı çəhrayı, bu olacaqdı ağ. Onda artıq mən 3 fenotip, 3 genotip götürəcəkdim. Amma burada elə bir şey olmadığına görə, elə böyük D bir əlaməti daşıyırsa, böyük D burada da eyni əlamətdir, burada da. Bu isə ayrıca kiçik D əlaməti olduğuna görə 2 fenotip. Yaxşı, indi mən genotipləri bir-birinə vuracam. 3 genotip buradadır, 1 genotip buradadır, 1 genotip buradadır, 3 genotip də buradadır. Cavab cəmi 9 genotip olacaq. Bax, burada isə bizə deyir ki,
eyni genotipli fərqlə çarpazlaşdıranda 4 genotipik qrup əmələ gətirir. Mən elə bunu eyni özünün fərdindən çarpazlaşdırdım. 9 genotipik qrup əmələ gəldi. Ona görə bizdə D variantı da yanlışdır. Deyir, əmələ gətirdiyi qametlərin 25%-i yalnız dominant genləri daşıyır. Mənim bu bayaq dediyimdir ki, ola bilər ki, bizdən soruşar ki, yalnız niyə qametləri bilməliyik, düzməyi bilməliyik? Elə qametin sayını tapmaqla işlər həll olmur. Bax, belə bir sual da qoya bilər ki, məsələn, tutaq ki, belə bir fərq verər və deyər ki, bax, bunun əmələ gətirdiyi dominant genlər, ümumi dominant genləri daşıyan qametlər ümumi qametlərin neçə faizini təşkil edir? Yaxşı, indi gəlin bunun əmələ gətirdiyi qametləri yazaq, yazmalıyıq. Çünki başqa çarə yoxdur. Böyük A, kiçik A, böyük B, böyük B, kiçik C, böyük D, kiçik D. Yaxşı, bunu yazdıq. Bax, bunun qametləri mən bilirəm ki, bax, burada bir dənə heterozigot var, bir dənə bu heterozigotdur, bir dənə də bu heterozigotdur. Yəni, 2 üstü 2 qədər bu qamet verəcək, 4 qamet. O 4 qametin ikisi böyük A ilə başlayacaq, ikisi kiçik A ilə. Gəlin düzək. Bax, dediyim bayaqki asant versiya. Bax, buradan bir böyük yanı götürəndə, bax, bu versiyanı ayrıca götürəndə, bax, buradan bir dəfə böyük yanı götürəndə, bax, buradan bir dəfə nəyə götürə bilərik? Ancaq böyük B-ni, başqa versiya yoxdur. Buradan nə götürə bilərik? Kiçik C-ni. Buradan nə götürə bilərəm? Buradan bir dəfə böyük D götürə bilərəm, bir dəfə də kiçik D götürə bilərəm. İndi gəlin baxaq, böyük A-nı buradan götürdüm, indi böyük B-ni buradan götürürəm. Buradan nə götürəcəm? Kiçik C. Buradan da götürəcəm böyük D. Bir qametim oldu. Böyük A, böyük B, kiçik C, böyük D. İkinci qametim yenə böyük A ilə başlayacaq. Buradan nə götürəcəm? Böyük B-ni. Buradan nə götürəcəm? Kiçik C-ni. Buradan götürəcəm kiçik D-ni. İkinci qametim böyük A, böyük B, kiçik C, kiçik D oldu. Sonrakı qametin kiçik A ilə başlayacaq. Artıq böyük A ilə işim bitdi. Çünki niyə işim bitdi? Hardan bilirəm işim bitdi? Çünki böyük A-nı götürdüm buradan. Buradan bir dəfə böyük B-ni götürdüm. Onsuz burada ehtimal ancaq böyük B-dir. Buradan götürmə ehtimalım ancaq kiçik C-dir. Amma bir dəfə bunu böyük D ilə götürə bilərəm. Bir dəfə də bunu kiçik D ilə götürə bilərəm deyə artıq ehtimallar bitdi. Keçirəm kiçik A-ya. Kiçik A, sonra böyük B. Buradan ehtimal böyük B-dir, buradan ehtimal kiçik C-dir, buradan ehtimal böyük D-dir. O biri qametim kiçik A, böyük B, kiçik C, kiçik D oldu. O biri qamet kiçik A, buradan götürürəm, buradan böyük B-ni götürürəm, buradan kiçik C-ni götürürəm, bir də buradan kiçik D-ni götürürəm. Deməli, həqiqətən də 4 tipdə qametim əmələ gəldi. Burada nə soruşur bizdən? Deyir, əmələ gətirdiyi qametlərin 25%-i yalnız dominant genləri daşıyır. Gəlin baxaq, heç burada yalnız dominant gen daşıyan qamet var? Yox. Bax, burada 3 dominant gen, 1 resessiv. 2 dominant, 2 resessiv. Bu kiçikdir də, böyük kimi yazmışam. Kiçik C. Bax, burada 1 resessiv var, 2 dominant, 2 resessiv. Bu da deyil. Burada da kiçik A resessiv, kiçik C resessiv, kiçik deyil. Yoxdur. Elə bir qameti yoxdur bunun ki, hamısı dominant genləri daşısın. Ona görə də bax, bu Y variantı da səhvdir. Burada cavabımız olacaq B variantı.